cəmaət yoldaşları olaraq xidmətə yeni qədəm qoymuşduq. Bu yəni hərəmiz bir təyinatla bir döyüş bölgələrində xidmətə başlamışıq. Onu deyə bilərik ki, şəhidlər yeganə varlıqdır ki, bunların doğum tarixləri var, amma ölüm tarixləri yoxdur. Bunlar həmişə əbədi yaşardı bizlər üçün. Şəhidlər yalnız və yalnız hamımız bilirik, hər kəsə agahdır ki, yaddan çıxarkən, unudurarkən onlar ölürlər. Amma onlar nə qədər ki, onlar unudulmursa, bir o qədər də onların ölüm tarixi yoxdur. Hər kəsən əbədi yaşardı. Bütün 2004 məzunları adından Azərbaycan Heydər Əliyevin Azərbaycan Ali Hərbi Məktəbin məzunları olaraq 2004 buraxılışının adına biz çalışırıq ki, bütün şəhid qardaşlarımızın və bütün şəhidlərin imkan qədər hər birini valideynlərini ziyarət edək, özlərini ziyarət edək. Bu bizim üçün şərəfdir. Hər zaman qürur hissi ilə də bunu fəxarətlə hər yerdə də qoruyuruq, saxlayırıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah valideynlərimizə, anasına rəhmət eləsin, əmmimizə də uzun can sağlığı, səbir versin sizə. Sağ olun. Allah sizə kömək olsun. 2000-ci ildən 2004-cü ilə qədər Azərbaycan Ali Hərbi Məktəbində digər ali məktəblərdə olan tələbələr kimi olmamışıq. Biz bir yerdə yemək yemişik, eyni məktəbin havasını almışıq. Yəni bizi bircə bazar günləri buraxırdılar şəhərə. Amma qalan vaxtlar xeyirdir, şərdir, şəhər olmasın. Yəni xəstələnəndə yanında olmuşuq, sevincimdə yanında olmuşuq. Yəni Samid qardaşımız da bu qardaşlardan biri idi. Biz 880 nəfər bir yerə orada yığılıb 4 il təhsil almışıq. Ondan sonra hərə bir təyinatla gedib, öz xidmətinə, leytenant rütbəsinə davam edib 2004-cü ildən. Biz yenidən, düz əlaqələr olsa da biz yenidən 2-ci Qarabağ müharibəsindən sonra, yəni 44 günlük Vətən müharibəsindən sonra bir araya gəlib, yəni bir-birimizi axtarmışıq, bir-birimizin qədrini ondan sonra bilmişik. Bəlkə dayı deyər ki, biz 2008-dən bu yana niyə yox idik? Vallahi inanın ki, bu Vətən müharibəsi bizi bir yerə yığdı. Amma bundan sonra bizim günahımızı kesin. Bundan sonra çalışacağıq ki, hər il sizi gəlib burada yad edək. Allah sizə ömür versin. Həmişə o biri balalarınızın xoş xəbərlərini eşidəsiniz. Qismən də olsa bu kədərinizi unuttursun sizə. Nəvələrinizin xoşbəxtliyi, ballarınız xoşbəxtliyi. Biz də baxaq kənardan sevinək. Allah Samid qardaşımıza da rəhmət eləsin. Sağ olun. Allah özünüzə rəhmət eləsin. Sizə məsləkiniz yanısınız. Sizə minnətdarlıq edirəm. Sağ olun. Çox sağ olun. Sağolunuzı halal edin. Allah siz halalliyin, bu qədər müstəslik gəlin. Allah sizə Sağ olun. Biz hər şeydən əlavə olaraq bunu da qeyd etmək istəyərdik ki, xüsusən Cənub bölgəsinin 2-ci Vətən müharibəsi də daxil şəhidləri həddən artıq çoxdur. Bu daha dəqiq demək olar ki, dünənki gündə Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu torpağın yetişdirdiyi Təmzəli Teymurluğunda milli qəhrəman adına layiq görülməsi bir daha sübut edir ki, həqiqətən də bu elin, bu ovanın çox mərd, cəsur, igid, qorxmaz, qəhrəman övladları var və bunun üçün də bütün şəhidlərimizin hər birinin, xüsusən də bu günləri ziyarətinə gəldiyimiz Samid Əkbərovun da valideynlərinə minnətdarlığımızı bildiririk. Valideynlərinə təşəkkür edirik ki, belə bir övlad böyüdüb, boya başa çatdırıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, cəmi şəhidlərimizin yerləri məkan olsun. Allah yaxınlarına da, bütün Əkbərovlar ailəsinə Allah səbir versin. Ziyarətimizə gəldiyimiz şəhid Samid Əkbərov mənim birim oldu. Samidi mən lap körpə olan vaxtdan tanıyıram. O hərbidə olanda mən balaca idim, gələrdi həmişə. Mənə adım Bakirdir, mənə Bakir Albay deyərdi. Bizdə komandir var, komutan Bekir Albay. Mənə Albay ləqəbi qoymuşdu. Mən də hərbiyə gəlmək, hərbi deyəndə ədliyyə sisteminə gəlmiş həmişə. Hərbi həkim kimi
çalışıram və bu işə gəlməyimdə əsas belə deyək, istəyimin yaranmasında səbəb Samid Əkbərov olub. Samid o hərbiyə həvəs oyatmışdı. Samid hərbidə olanda o vaxt belə deyək, tez-tez gələrdi bizə, tez-tez ziyarət eləyərdi. Öz hərbi çox maraqlı tarixçəsi vardı və mən hər ildə çalışdığım qədər onu belə anım günündə, doğum günündə çalışıram ki, yad eləyək. Tələbə yoldaşları sağ olsun həmişə dəstək olurlar, axtarırlar yaxınlarını, qohum əqrəbasını. Bu dəyərə görə, əziyyət çəkib gəldiyinə görə minnətdaram. Öz adımdan, ailəsi adından, yaxınları adından dərin təşəkkürümü bildirirəm. Və bir də bildirmək istəyirəm ki, bugün Zəfər günü həm də ölkəmizdə qeyd olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir arzulayıram. İnşallah ki, onların yeri cənnətdir. Samidin şəhid olduğu Füzuli rayonu Seyid Əhmədli kəndi, Seyidlər kəndi də deyirlər. Seyid Əhmədli kəndi hal-hazırda Azərbaycan nəzarətindədir. Yəni bu torpaqlar 2020-ci ildə geri qayıtdı. Bu böyük bir şanlı zəfərdir. Həqiqətən mən yatsam yuxuma girməzdi ki, bu torpaqlar nə vaxtsa qayıdacaq bizə. Yəni Ali Baş Komandanın sayəsində, igid oğullarımızın sayəsində təsəvvür edin 200 ildir itirdiyimiz 200 il ərzində biz heç vaxt torpaq qazanmamışıq. Ancaq torpaq itirmişik və Ali Baş Komandanın apardığı çox güclü düşünülmüş siyasət nəticəsində torpaqlarımız geri qayıtdı qısa zaman ərzində. Ölkələr var ki, illərdir müharibə aparırlar, böyük dövlətlər. Amma 44 gün ərzində qısa və lakonik olaraq müharibə aparıldı və çox az şəhidlə belə deyək, bu müharibə qazanıldı. Buna görə yenə deyirəm, əziz çəkən hamıya dərin təşəkkür edirəm. Allah şəhidlərə rəhmət eləsin, qəbirləri nurla dolsun. Və mənim Samidin şəhid olduğu gün bugünə qədər yadımdadır. 8 noyabrda şəhid olmuşdu, 9 noyabrda bizə deyildi. Atam icra nümayəndəsi çalışdığına görə icra nümayəndəsi müavin edib, həmin vaxt üzrəyəm. Və ona bildirildi, yəni həmin xəbər veriləndə biz sadəcə gözlərimizə inanmırdıq ki, Samid şəhid olub. Daha istəyirdik ki, bu xəbər yalan olsun. 8 noyabrda şəhid olmuşdu. Anası namaz üstə olanda hiss eləmişdi onun şəhidi, rəhmətli Zərfə bugün hiss eləmişdi nəsə, özündə narahatçılıq həmin saatda ki, o şəhid olmuşdu. O çox narahat özü hiss eləmişdi. Telefonuna zəng vurmuşdu, zəng çatmamışdı. Fikirləşmişdi, sonradan təkrar yığar və növbəti gün bu xəbər ona namaz üstə gəldi. Yəni namaz üstə olanda bu xəbər gəldi ona ki, və Samid şəhid olub. Yəni o ölüm nə qədər də sanki dünən ölübmüş kimi belə deyək, onun qəbrini ziyarət edir. Hər gün demək olar ki, onun qəbrini ziyarət edirdi. Çünki övlad itişiydi. Çox dözə bilmədi övladın itişinə. Allah rəhmət eləsin ona da. Bir də demək istəyirəm ki, Samidin qəhrəmanlığını biz çoxdan bilirdik. Onun döyüş yoldaşları da bilir, xidmət yoldaşları da bilir. O erməni snayper qadın tərəfindən vurulmuşdu və həmin snayper qadın da sonradan sağ olsun bizim igid oğullarımız onu məhv elədilər. Deməli, əlavə olaraq bildirmək istəyirəm ki, həmin dövrdə bizim ağlımıza gəlməz ki, Samidin şəhid olduğu gün vaxt olacaq ki, Zəfər günü kimi qeyd olunacaq. Bu həm qürur vericidir, həm bir digər tərəfdən biz belə deyək, istər-istəmək fikirləşirik ki, övlad itişisidir, bizim oğlunu itirmişik, indi yaxınları övladını itirir, amma bu Zəfər günü kimi qeyd olunması bu böyük bir tarixi zəfərdir və bu günü bizə yaşadanlara Allah can sağlığı versin, gün əsləşən Allah rəhmət eləsin. Çox sağ olun, minnətdarım, var olun. Bildiyiniz kimi bugün 8 noyabr Zəfər bayramı günüdür və bu zəfəri bizə ayrı-seçkili eləmədən demək istəyirəm. Biz keçmiş silahdaşlarıq, şəhid qardaşımızla birlikdə beraber 12 şəhidimiz var bizim tələbə yoldaşlarımız arasında. Biz də keçmiş hərbiçilərin son 44 günlük Vətən müharibəsi iştirakçılarıyıq. Demək istədiyim odur ki, öz şəhidlikləri ilə, öz sağlamlığını itirmiş qazilərlə, öz zərrə qədər əməyi keçmiş, peşəsindən asılı olmayaraq bu müharibənin iştirakçısı olmuş hər bir kəsə, bu dövlət, bu millət, bütün cəmiyyət bir ömür minnətdar olacaq. Onların canları, qanları və əməlləri sayəsində biz bu zəfəri əldə eləmişik. Biz onlara bir ömür borcluyuq, bir ömür minnətdarıq və neçə ki 2004 məzunlarının son bir kəsinə qədər onlar anılacaq, onlar yaddaşlarda saxlanılacaq. Onlar bizim mütəqqilər hər məsələdə, hər mövzuda ən öndə duran, diqqət mərkəzində olan
vəzifə borçlarımızdan biri. Allah bütün şəhidlərə rəhmət eləsin. Yəni 44 günlük müharibədən bu yana qədər. Ümumiyyətlə Qarabağ döyüşlərdən sonra o din vaxtlarda şəhid olmuşlarımızın ruhuna, içində Samid qardaşın ruhuna, Peyğəmbərimizin ailəsinə və bizlərin rəhmət etmişlərimiz üçün Əl-Fatihə. Allah'a emanet olun. Allah bizə nəsab etsin. Allah Samid kimi oğlu doğub dünyaya gətirən, başda anası olmaqla bütün cənub zonasında olan şəhidlərimizin analarına rəhmət eləsin. Qəbirləri nurla dolsun, onların ruhu qarşısında biz baş əyirik və cənnət məhz elə belə analarına yarmardır. Məkanı cənnət olsun inşallah. Allah bizlərə səbir versin. Allah bizim babalarına səbir versin.